Bu tip xəbərləri qaçırmamaq üçün kanala abunə olub videonu bəyənməyi unutmayın. Azərbaycan üzrə sabahki hava şəraiti ilə bağlı yeni məlumatlar açıqlanıb. Məlumata görə ölkənin əksər bölgələrində hava əsasən sabit və mülayim keçəcək. Paytaxt Bakı şəhərində və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu hava şəraitinin müşahidə olunacağı gözlənilir. Günəşli fasilələrlə müşahidə ediləcək hava insanların gündəlik fəaliyyəti üçün əlverişli hesab olunur. Səhər saatlarında bəzi ərazilərdə zəif küləyin əsəcəyi bildirilir. Günün ikinci yarısında isə küləyin bir qədər güclənməsi ehtimal olunur. Havanın ümumi vəziyyəti isə sabit qalacaq. Mütəxəssislər bildirirlər ki, yaxın saatlarda ciddi hava dəyişikliyi gözlənilmir və temperatur mövsümə uyğun səviyyədə olacaq. Rayonlarda da əsasən sakit hava şəraitinin üstünlük təşkil edəcəyi ehtimal edilir. Dağlıq və dağətəyi ərazilərdə bəzi yerlərdə qısa müddətli yağış ehtimalı olsa da ümumi vəziyyətin əlverişli keçəcəyi gözlənilir. Ayrı-ayrı bölgələrdə səhər və axşam saatlarında duman müşahidə edilə bilər. Xüsusilə sürücülərə diqqətli olmaq tövsiyə olunur. Sinoptiklərin məlumatına görə bəzi dağlıq ərazilərdə göy gurultusu və qısa müddətli yağıntı ehtimalı da var. Buna baxmayaraq ölkənin böyük hissəsində gün ərzində açıq və rahat hava şəraiti davam edəcək. Kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün də hava şəraitinin ümumilikdə münasib keçəcəyi bildirilir. Paytaxt və iri şəhərlərdə gün ərzində insanların park və açıq məkanlarda daha çox vaxt keçirəcəyi gözlənilir. Xüsusilə axşam saatlarında havanın daha mülayim olması şəhər sakinlərinə rahatlıq yaradacaq. Sahil bölgələrində isə dənizdən gələn küləyin təsiri ilə hava bir qədər sərin hiss oluna bilər. Mütəxəssislər vətəndaşlara hava dəyişikliklərini izləməyi tövsiyə edirlər. Xüsusilə dağlıq rayonlara səfər etməyi planlaşdıran şəxslərin ehtiyatlı olmaları vacib sayılır. Bəzi ərazilərdə qısa müddətli yağış və sürüşkən yollar müşahidə oluna bilər. Ümumilikdə isə sabah üçün ölkə üzrə hava şəraiti insanların gündəlik fəaliyyəti üçün əlverişli hesab edilir. Gün ərzində açıq hava üstünlük təşkil edəcək və ciddi təhlükəli meteoroloji hadisə gözlənilmir. Hava şəraitinin sabit keçməsi xüsusilə səyahət edənlər və açıq havada çalışan insanlar üçün müsbət qiymətləndirilir. Ən son hava məlumatlarını və gündəlik xəbərləri izləmək üçün kanalımıza abunə olun, videonu bəyənin və fikirlərinizi şərhlərdə bizimlə bölüşün.